Uşaqlar, bu dərsdə mən sizə səhifə 85 və görək neçənci səhifələrdən kömək eləyəcəyəm. Açıq görək. Fikrimdən də çıxdı bu səhifələri. Siz bu arada bəyənməyi unutmayın. Deməli, səhifəmiz olacaq riyaziyyat 1-ci hissədən 87 və 88-ci səhifələr. 87-ci səhifə misal 1. Müqayisə edin. Müqayisə etmək üçün ilk növbədə biz tamlara baxırıq. Hansının tamı böyükdürsə, həmin ədəd böyükdür. Deməli, sol tərəfdə olan 5 tam 1000-də 231 böyükdür. 2 tam 1000-də 988-dən. Onda bura mən böyükdür işarəsi yazıram. Böyükdür. Və-ni silirəm. Burada isə yenə də tamlara baxırıq. Burada baxmayaraq ki 988'dir. Burada 200 əsas tamı götürdük. Tamı müqayisə elədik. 4 tam burada 3 tam. 4 tam olan böyükdür. Tam hissəsi böyük olduğundan sol tərəf, sağ tərəf böyük. Sol tərəf böyükdür. Tamlar bərabərdir. Hər ikisində 2'dir. İndi onda birlərə baxırıq. Onda birlər vergüldən sonra birinci yerdə olanlar hər ikisi 0'dır. Yenə buradan ayırt edə bilmədik hansı böyükdür. İkinci 100'də 1'ə baxırıq. Üçüncü dəfə 100'də 1 8, bunda da 8. Yenə də bərabərdir. 1000'də 1'ə baxıram. 5'dir. Bunda isə 8'dir. Deməli 5 1000'də 1'i burada kiçikdir, burada böyükdür. 1000'də 1'ə qədər müqayisə elədik. Hamısı bərabər. 1000'də 1'i kiçik olan kiçikdir. Yenə də tamlar 0. Onda 1'ə baxıram. Bu ruçkanı göstərdiyim ədədin 1000'də 1'i 4. Ruçkana göstərdiyim ədədin 1000'də 1'i 4. Bunun 1000'də 1'i isə 5'dir. 1000'də 1 nədir? Uşaqlar səhv dedim. Burada birinci göstərdiyim bu sol tərəfdəki ədədin 10'da 1'i 4. Sağ tərəfdə olan ədədin onluq kəsirin 10'da 1 isə 5'dir. 10'da 1 böyükdür. Digərlərini müqayisə eləmirik. Elə 10'da 1 fərqlidirsə, böyük olanı böyük götürürük və salam. Buna baxırıq. 7 tam 7 tam. Hər ikisində 48. Bir 10'da 1 4. Bu 48'lər sizi çaşdıracaq. Burada da 48, burada da 48. Amma biz müqayisə qaydası var. Tamları müqayisədən sonra keçirik 10'da 1'ə. 10'da 1 4'dir. Burada 10'da 1 0'dır. Burada 48 də olsa, buna oxşadıblarsa da əsas 10'da 1'lərin müqayisəsidir. Tamlardan sonra, tamlar bərabər olandan sonra. 10'da 1 4'dir, 10'da 1 0'dır. 4 olan böyükdür. Tamlara baxırıq. 1 tam 1 tam. 10'da 1'lər bərabər. 3 3. 100'də 1'lər 2 1. 1000'də 1'lərə ehtiyac yoxdur müqayisə eləmək. 100'də 1 böyükdür. Böyükdür işarəsi olacaq. Bu da 1 tamdır. Ruçka bəlkə burada yaxşı yazmayıb. Misal 1'in davam eləyirəm. 0 tam, bu da 0 tam. 10'da 1 3, 100'də 1 2. 10'da 1 3, 100'də 1 2. 1000'də 1 5'dir, burada 7'dir. 1000'də 1'i böyük olan böyükdür. Siz beləliklə mən izah eləyəndə başa düşürsünüz ki, birinci tamları müqayisə eləmək lazımdır. Tamlar bərabərdirsə keçirik, 10'da 1'ləri müqayisə eləyirik. Bunlar da bərabərdirsə 100'də 1'ləri. Yox, əgər 100'də 1'lərdən hansı böyükdürsə o böyükdür. 100'də 1, 10'da 1 tam bərabərdirsə 1000'də 1'ləri müqayisə eləyirik. Bax, bunu mən misalla sizə deyirəm. Tamlar bərabər, 10'da 1 bərabər bununla. 100'də 1 də bərabər. Bu sıfırlar demişdim ki, əvvəlki bunlar artıqdır. Elə belə yazıblar. 0 tam %73. Bu da oxunur 0 tam %73. Onda bunlar bərabərdir. 0 tam, bu da 0 tam. Bunun 10'da 1'i 0'dır. Bu ədədin. Bunun 10'da 1'i isə 9'dur. Onda 9 olan böyükdür. 0 olan kiçikdir. Da bu ardını müqayisə eləməyə dəyməz uşaqlar. 10'da 1'ləri müqayisə elədik, orada nəticəni aldıq. Tam, bu da 10'da 7. 10'da 1'i 7'dir. Tamı 0'dır, 10'da 1'i 0'dır.
Bunlarla işimiz yoxdur. Onda birlərdən gördük ki, onda bir hansında böyükdürsə o böyükdür. Onda bir 7'dir. Bu böyükdür. Bu isə 0'dır. Hər dəfə neçə dəfədir misalların sayı qədər mən izah elədim. 1 tam, 1 tam. Onda 1 0, onda 1 4. Tamlardan sonra onda birlərə keçdik müqayisəyə. Tamlar bərabər olduğundan. Onda 1 0'dır, onda 1 4'dür. Onda sol tərəfdəki kiçikdir. Sağ tərəf, sol tərəfə baxaq burada. 0 tam %15, 0 tam %15. Bu isə artıq yazılıb çaşdırmaq üçün. Bərabərdir. Bu misal 1'in izahı idi. Uşaqlar, yəqin ki, başa düşdünüz ki, müqayisə edəndə nələrə diqqət etmək lazımdır. Misal 2. Deməli, burada müqayisədə boş yerlər qoyublar. Elə, deməli, onları doldurmalıyıq ki, uşaqlar, bu boş yerlərə, boş xanalara ki, doğru alınsın. Bu tərəf böyük olmalıdır. 2 tam, 2 tam. Onda 1 4'dür. Burada da onda 1 4'dür. Burada 8'dir. Burada isə bu boş yerə elə yazmalıyıq ki, böyük olsun bu tərəf. 8'dən böyük nə var? Bax, bu işarə böyükdür deyə biz bura 9 yazırıq. 9. Kiçik olmalıdır bu tərəf. Sağ, sol tərəf kiçik olmalı. 8 tam 47. %47. 8 tam %47. Mində birləri müqayisə eləyək ki, bu tərəfə kiçik eləyək. Kiçik eləmək üçün mində 1 2'dir. 2'dən kiçik olan 1'i yazmalıyıq bura ya da 0 yazmalıyıq. Mən 1'i yazdım. Kim istəyər 0 da yaza bilər. 0 ya 1. 2'dən kiçik bunlardır. Yəni ki 8 tam 47, 8 tam 47 bu %1'ə qədərdir. Mində birləri isə 2'dən kiçik götürdüm ki sol tərəf kiçik olsun. Ona görə 1 yazdım. 0 da yazmaq olar. 2 tam neçə? 2 tam 8'də 1'dən böyük olmalıdır. 8 yazsaq kiçik olacaq. 8 yazsaq 2 tam bu 8 var. Hələ bir 0 1'i də var. Bunun yoxdur axı. Elə bir dənə ədəd yeri var burada. Biz bura 9 yazaq. Onda 1'i böyük götürək bundan ki böyük olsun. 2 tam. Bunu fərz eləyək ki bax bunları 0 1'i oxumuram. Bax belə üstünü örtürəm. 2 tam onda 8. Bunu isə 2 tam onda 9. Belə qəbul elədim. Bura baxıram. Böyük olmalıdır. 1 tam 405. 1 tam 405 deyəndə mində 405. Burada nə yazaq? Bir dənə yer var. 4'dən sonra 1'ini yazmalıyıq. Bura nə yaza bilərik? Bu kiçik olsun uşaqlar. Bu tərəf kiçik olmalıdır. 1 tam onda 4. 0. 0'ı da yazıram. Düzdür bir yer qoyublar. 0. Bu 0'ı da biz yazdık. Bura 0'dan kiçik bir ədəd yoxdur ki yazaq. Onda bura 2 ədəd yazmalıyıq. 5'dən kiçik bir ədəd yazmalıyam. 1, 2, 3. 0 da yazmaq olar. 0, 1, 2, 3, 4. 3 yazıram. 403. Belə də götürmək olar. 405 böyükdür 403'dən. Bunun yazılışı belə olur uşaqlar. Mində 78. Bunun yerinə yazıram burada. 0 tam mində 78. Kiçik olmalıdır. Nədən? Kiçik olmalıdır. 0 tam 0. Bu 78'in yerinə 7'nin yerinə. Bu 0'ı da yazdım bura. 2 0, 2 0 var. 7'nin yerinə elə bir ədəd yazmalıyam ki, bundan kiçik olsun. Və yaxud da 7 də yaza bilərəm. 7. Onda mində 1'dən kiçigini yazmalıyam. Yox, böyük olmalıdır bu tərəf. Bu kiçik olmalıdır, bu böyük olmalıdır. 0 7, 0 7. Bu tərəfin böyük olması üçün 8 yaza bilmərəm, 9 yazacağım. Təsəvvür edin ki 0,78 kiçikdir 0,79'dan. Bax belə başa düşün. Onda burada düşəcək 0 tam 0,79. Bu misal 2 idi. Misal 3 biraz ədəd oxu üzərindədir. Çox vaxt müəllimlər onu vermirlər elə tapşırıqları. Vaxtımızı itirməyək. Artan sıra ilə düzün. Artan sıra ilə düzmək üçün burada deməli 1 tam %24. Artan kiçikdən başlamalıyıq. Ən kiçikindən başlamalıyıq.
2, 4. 2, 3'ü axtar. Hamısında var, bax. Birinci 1, 2, 1, 2, 1, 2, 4, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Bunda da 1, tamı da sayıram. 2, 3. Artan sıra ilə düzəndə, bax 1, 2, 4 var bunda. Bu başda olacaq. Bu axırda bu olacaq. 1, 2, 4. Hamısı bunlar 1, 2, 3'dür. Bunu buraya yazacağım. Bu getdi. İndi bax bunları müqayisə eləyək. 2, 3, 2, 3. Bunda 5'dir. Yaxud da belə. 235, 238, 2, 23. En kiçiki budur. 23. 1 tam %23. Bunu yazdım. İndi bir də başdan baxıram. 235, 238, 233. Sonra budur. 1 tam 233. Artırıram get-gedə. Sonra gələcək 235, 1 tam 1000'də 235, 1000'də 238, 1 tam 1000'də 238. Axırda gələcək 1 tam %24. 1 tam %24. En böyüğü budur. Çünkü %1 burada 4'dür. Bunlarda ise hamısında %1 3'dür. Tamlardan sonra müqayisədə. Bu artan sıra ilə düzdüm bunları. Demək bunları qırmızı ruçkayla ayırım ki bu sizdə biraz deməli ki ardıcıllıq bozulmasın da. Birbirinin içərisində girmiş vəziyyətdə oxumayasınız onları. Ruçkamızı gerek hardan tapırıq? Onu vergüllə, nöqtə vergüllə ayıraq. Vaxtımız da getdi. Bəli, qırmızı ruçkanı mən nəsə tapmadım. Hara qoymuşam, tapmadım uşaqlar. Göy ruçkanla ayıracağam. Deməli, budur. Nöqtə vergül. Burada vergül koymuşam. Nöqtə vergül. Nöqtə vergül. Nöqtə vergül. Nöqtə vergül. Artan sırayla düzdüm. İndi isə azalan sırayla düzürəm. En böyüğünü baxırıq. Hamısının tamı 0 tamdır. Tamlarla işimiz yoxdur. Bu onda en böyüğünü əvvəl yazıram. Bunun onda biri 4'dür. Bunların onda biri isə 3'dür. 3, 3, 3. Bu da 4'dür. Deməli, en böyüğü bu olacak. 0 tam 43. İkinci bu olacak. 0 tam 4 0 3. Onda birler böyükdür. Ondan sonra kaldı 3 tane. Bak bunlar. Şimdi bunları sıfırı nəzərə almadan oxuyaq. 352, 382, 367. En böyüğü hansı oldu? 382. Azalan sırayla düzürük. 0 tam 382. Sonra 367. 0 tam 367. Ondan sonra da gelir 0 tam 352. 52. Bu ardıcıllıqla mən deməli düzdüm bunları. Yani kırmızı ruçkanın nihayet ki tapdım. Burada nöqtə vergül koyuram aralarında. Nöqtə vergül. Bu da belə. Sonra burada nə deyilir uşaqlar? Misal 5'də. 1 tam onda 4 ilə 1 tam onda 5 arasında olanları. Bak 1,38. 1 tam onda 4 değil bu. 1 tam onda 3'dür. Bak 1 tam onda 4'dür. Hələ 1, 2 də artıqdır. 1 tam onda 4'dən çoxdur. Bax bu. Ardıcıllıqla deyir, arasında olan ədədləri yazaq. 1 tam %42. Birinci ədəd budur. 1 tam %42. 1 tam onda 4'dən böyük. 1 tam onda 5'dən kiçik. Baxar görün 1 tam onda 4 ilə başlayan var mı? 1 tam 402. Bax bu da. 1 tam 402. Sonra 1 tam 489. Budur. 1 tam
489. Bir də budur. 1 tam 492. 1 tam 492. 1 tam 492. Bax, bu ədədlərdir, uşaqlar. Ki, bunlar deməli 1 tam onda 4 ilə 1 tam onda 5-in arasında olan ədədlərdir. Ki, bunları mən aralarında nöqtə vergül qoymaqla yazıram. Bu da nöqtə. Deməli ki, bizdən bu ədədləri soruşurdu. Bax, bunları. Belə yazıb mən də haşiyəyə aldım ki, bunların arasında 1,4-dən böyük, 1,5-dən də kiçik arada olanları müəyyən etdik. Cəmi 8 dənədən 4 dənəsi 1,4 ilə 1,5 arasında olan ədədlərdir. İndi keçək sonraki misalımıza. Misal 6. 0,1-dən kiçik, 0,8-dən böyük. 0,1-dən kiçik, onda biri 1'dir. Onda biri 1'dir. Onda biri 0 olanları, onda 1'dən kiçikdir, onda 8'dən böyükdür olan ədədləri yazırıq. Onda 1'dən kiçik burada olmalıdır 0. 0 hansılar var? Onda 1'i yerinə. Bax, bu deyil. Bu onda 1'dir. Bax, bu ola bilər. Bu da onda 8'dən də böyükdür. Böyük olanları. Bax, biri budur. Karandaşla mən onları qeyd edeyim. Hansılardır? Axtardığımız ədədlərin bu deyil. Çünki 0,1'dir. Bu da onda 1'dir. Onda 1 olmasın da. Onda 1'dən kiçik, yəni 0 olsun. Biri budur. Onda 8'dən də böyükdür. Onda 1'dən kiçikdir. Onda 8'dən böyükdür ki 8'dən sonra 7 var. Bu da böyükdür. Bu da aiddir. Onda 8'dən böyükdür. 91'dir. Budur. Sonra gəlir. Bu yox. Bu çox kiçikdir. Onda 1'dən də kiçikdir. Hələ %8'dən də kiçikdir. Bu deyil. Bu da deyil. Bu böyükdür. Bu var. Bir də hansı var? Bu da var. Bunu da yazmalıyıq. Onda 8'dən %8'dən böyükdür. %9'dur. Bu %7'dir. Onda 1'dən kiçikdir. Amma %8'dən böyük deyil. %8'dən də kiçikdir. Onda 1'dən kiçikdir. %8'dən böyük olmalıdır. Onda bu da sayılmır uşaqlar. Bu birincini saymırıq. Bunu da saymırıq. Neçə oldu? 1, 2, 3, 4. 4'ünü də buradan kəşf elədik, yazdıq. 0 tam. Bu cür misalları uşaqlar belə videoyla ya gerək çoxlu baxasınız bir neçə dəfə, ya da üzbəüz izah eləyəndə başa salmaq olur. Oturur uşaqlar bunları izah eləyəndə bəlkə 3 dəfə, 4 dəfə qayıdıram bir misalın üstünə ki, başa salım onu. 0,90. Yoxsa belə videoda mən videonun tələbləri var da, artıq dayana bilmirəm. Bir dəfə izah eləyirəm, qalır öz ixtiyarınıza ki, özünüz dönə-dönə baxasınız, başa düşəsiniz ki, onda 1'dən kiçigi necə seçdim, %8'dən böyüyü necə seçdim. 8, 8. Bu %8'dən ona görə böyüdür ki, 8 artıqdır. Yaxud da 0 tam 0, onda biri 0, %1'i 9'dursa %8'dən böyükdür. Burada bir dənə nə yazırıq? 7. Bizim deməli seçdiyimiz ədədlər bax bunlardır. Bu şərtə uyğun olaraq, uyğun olaraq onda 1'dən böyük, 0,1'dən, 0,8'dən böyük olanlar, bax bu 4 dənə ədəddir. Bax bunlar. Bunları burada mən karandaşla izahda götürdüm. Siz elə bunların hamısını yazın. Sonda bunları seçdiyiniz kimi bunları 4'ünü yazarsınız. Samirin fikrində tutduğu onluq kəsir 2,647'dən böyükdür. Bax,
2 tam 647 kiçikdir deməli. Samir'in fikrində tutduğu ədəddən kiçikdir. Çünki fikrində tutduğu ədədi buraya yazacaq, amma Samir'in fikrində tutduğu ədəd 2 tam 647-dən böyükdür. 2 tam %66-dan da kiçikdir. Görəsən hansı ədəddir o? Baxaq. Tamı bərabərdir. Çünki hər bundan kiçikdirsə, yəni biz bunu 3 tam götürə bilmərik. 2 tam. 1 tam da götürə bilmərik. Çünki 2 tamdan böyük olmalıdır. 2 tam olacaq. 647-dən böyükdürsə, 6, bunda da 6 var. Götürürəm 6. İkinci ədəd bundan kiçik olmalıdır. Bunlardan kiçik olmalı. Bundan kiçikdirsə, ikinci ədədimə 6 götürə bilmərəm. 6 götürürsəm, elə buna bərabər olacaq. Kiçik götürməliyəm. 5 götürürəm. 4 də götürə bilmərəm. Çünki bu 4'dir. Bundan bu kiçik olmalıdır. Burada götürdüyüm ədəddən, yəni 5'i götürürəm. 5'dən kiçik göstərir 4, %1'i. Bunun da %1'indən bu kiçik olmalıdır. 4 ilə 6'nın arasında 5'dir. Həm də deyir ki, %1 ilə 1000-1 bərabərdir. Ədədin, Samir'in fikrində tutduğu ədədin %1'i, bu 10'da 1'dir. 10'da 1'i yox. %1 ilə 1000-1'i bərabərdir. Onda bu %1 5'dirsə, 1000-1 də 5 olacaq. Deməli, Samir bu ədədi fikrində tutub. Bir məsələ də var. Deməli, necə seçdim? Təkrar qulaq assanız baxarsınız, bilərsiniz. Siz bəyənib abunə olmağı yaddan çıxartmayın. Bu isə məsələ 8'dir. Orada mirvarilərin ağırlıqları göstərilib. Məsələdə səhifə, bəli, burada mirvarilərin qramları göstərilib. Bax, bu 3 dənə mirvarinin ki, boş yerlərə nələri pozulub bunlar. Bunları biz yazmalıyıq. Mən də bunları doldurmuşam. İnşallah bunlardır. 4 tam 209, 4 tam 218, 4 tam 219. Bunları hansı ardıcıllıqla düzüblər? Rəqəmlərin kütlələri nə qədərdir? Onların kütlələri göstərən ədədlərin bəzi rəqəmləri pozulub. Deməli, yüngüldən ağıra doğru, yəni artan sıra ilə düzüblər. 209'dursa bu olacaq 218, bu da 219. Bax, belə bu qaydada bu məsələ 8 idi. Bəyənin, paylaşın, abunə olun. Gözəl balalar. Mütləq abunə olun, mütləq bəyənin. Bəyənmək mütləq lazımdır uşaqlar.